Salam uşaqlar, bugünkü dərsimiz Azərbaycan Birinci Dünya müharibəsi illərindədir. Böyük dövlətlərin dünyayı yenidən bölüşdürməyə, xam mal və satış bazarları ələ keçirmək uğrunda aparılan hərbi siyasi bloklar Antanta və Üçlər İttifaqı arasında 1914-cü ildə Birinci Dünya müharibəsi başladı. 18-ci ilə qədər davam etdi bu müharibə. Bu müharibədə iştirak edən böyük dövlətlərin hərbi planları mühüm geosiyasi mövqeyə yerləşən Şimali və Cənubi Azərbaycanın zəngin sərvətləri ilk növbədə Bakı nefti xüsusi yer tuturdu. Müharibə başlayan kimi Rusiya Antanta üzvü kimi müharibəyə qoşuldu. Bu zaman Rusiyanın müstəmləkəsi olan Şimali Azərbaycan 1918-ci yazınadək hərbi əməliyyatlarda kənarda qalsa da sonra Osmanlı, Almaniya, Rusiya və Böyük Britaniya rəqabət meydanına çevrildi. İndi baxaq dövlətlərin planları nə idi? Böyük Britaniya və Fransanın planı Şimali Azərbaycanın 1917-ci sonuna dək olan müharibə planında xüsusi yer tuturdu. Lakin müharibənin sonunda Britaniya Rusiyaya hasil olan neftin 83%-ni verən Bakının düşmən əlinə keçməməsi üçün bölgədə fəal hərbi siyasi tədbirlər həyata keçirdi. Almaniyanın planlarına baxaq, müharibə ərəfəsində Cənubi Qafqazın milli qüvvələri ilə, xüsusilə gürcülərlə əlaqə yaratmış, Rusiya və müharibənin başlanacağı təqdirdə onu çarizm əleyhinə güclü üsyan qaldıracağına ümid edirdi. Mühərriklər müharibəsinin son aylarında yanacağı tələbatlı ödəməsi məqsədilə Bakını ələ keçirməyi daha bütün əhəmiyyət kəsb edirdi. Osmanlı planı nə idi? Müharibənin məqsədlərindən biri də Turançılıq ideyasının həyata keçirilməsi idi. Qafqazda Rusiya əleyhinə çıxışların təşkil etməsi üçün müharibə ərəfəsində bölgədə xüsusi qruplar göndərəcə də istənilən nail ola bilməmişdi. Geosiyasət nə deməkdir? Ümumiyyətlə, dövlət siyasətinin coğrafi amillər əsasında müəyyən edilməsi idi. Mühəndis müharibəsi nə idi? Mühəndisliyə, yəni tank və təyyarələrə əsaslanan müharibə idi. Turançılıq nə idi? Türk xalqlarının birliyin yaradılmasına əsas hədəf seçən siyasi hərəkat idi. Bu hərəkat 20-ci əsrin əvvəlində Azərbaycan tatar ziyalıları tərəfindən yaranmış, gənc türklərin hakimiyyətə gəlməsindən sonra Osmanlı dövlətində geniş yayılmış idi. Müharibənin Azərbaycanın milli hərəkatının təsiri necə idi? Azərbaycan müharibə təsiri. Müharibə Azərbaycan milli hərəkatının inkişafına təsir göstərdi. Osmanlı müharibə qoşulması ilə bu təsir daha da gücləndi. Türkçülük və İslamçılıq ideyaları müstəmləkə əleyhinə mübarizənin genişlənməsinə səbəb oldu. Bu dövrdə Difai Partiyasının üzvləri ilk müstəqil Qafqaz dövləti yaratmaq məsələsini müzakirə edirdilər. Vətəli xan Xoyskinin qardaşı oğlu Aslan Xoyski 1915-ci fevralında gizli sərhəddi keçərək Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın Ərzurumdakı qərargahına getdi. Bu səfərin məqsədi bu idi ki, Bakı, Yezavətbol, İrəvan quberniyyəti və Terek və Dağıstanı əhatə edən bir cümhuriyyətin qurulması idi. Azərbaycan bundan sonra Osmanlı dövlətinin başçıları razılığı almaq əsas məsələyə çevrilmişdi. Ənvər Paşanın təqdim etdiyi layihədə Azərbaycan Osmanlı dövlətilə birləşməsindən daha çox müstəqil bir dövlət kimi qurulması prinsipi əsas götürülürdü. İndi Qafqaz ərazisindəki hərbi əməliyyatlara baxaq. Qafqaz ərazisində hərbi əməliyyatlar Rus və Osmanlı qoşunları arasında gedirdi. Qafqaz ərazisində döyüşləri böyük ümid bəsləyən Ənvər Paşa buradakı hərbi əməliyyatlara şəxsən özü komandanlıq edirdi. Osmanlı hərbi qüvvələri Cənubi Azərbaycana daxil olaraq oradan Bakıya hücum edərək Xəzər sahil əraziləri Rus qoşunlarını azad etmək istəyirdi. Bununla da Qafqaz ərazisindəki Rus qoşunları mühasirəyə alınmalı idi. 1914-cü ilin dekabrı və 1915-ci ilin yanvarında Rus və Osmanlı arasında Sarıqamış döyüşü baş verdi və nəticəsində Ruslar qələbə qazanıb, az sonra Təbrizi tutaraq Osmanlı hərbi hissələrini Cənubi Azərbaycana sıxışdırıb çıxartdılar. Osmanlı qoşunlarının Sarıqamış döyüşünə məğlub olma səbəbləri nə idi? Rusların canlı qüvvə və hərbi texnika cəhətdən böyük üstünlüyü və güclü şaxtaların olması, havanın pis keçməsi buna səbəb idi. Azərbaycanlıların müharibədə iştirakı 1874-cü Rusiyada qəbul olunan hərbi qanuna əsasən ümumi hərbi mükəlləfiyyət yalnız Slavyanlara şamil edilmişdi. Cənubi Qafqaz, Orta Asiya, Sibir xalqları hərbi xidmətdən azad olunsa da onları ali təbəqələrin nümayəndələri orada zabit qismində iştirak edirdilər. Onlar hərbi məktəbləri bitirdikdən sonra zabit kimi ordu sıralarına cəlb olunmuşlar. 1887-də Azərbaycanın hərbi xidmət çağırmaq əvəzinə orada çağırış yaşına çatmış gənclər üzərinə hərbi vergi qoyulmuşdu. Hökumət bu yolla Azərbaycan türklərini silah işlətmək vərdişindən və döyüş təcrübəsindən məhrum etməyə çalışırdı. Balkan savaşları zamanı Azərbaycanın çoxlu sayda könüllü Osmanlı tərəfindən döyüşməsi Çar hökumətinin ehtiyatlı olmağa məcbur edirdi. Ona görə də Qafqaz ərazisində yalnız erməni və gürcü milli hərbi hissələri yaradılmışdı. Müharibənin ilk hərbi əməliyyatlarında çox saylı uğurdan sonra Rusiya imperiyası digər xalqları da müharibəyə cəlb etməyə başladı. Lakin Osmanlının Rusiyaya qarşı müharibə başlaması müsəlman xalqının etimadını azaltdı. Buna görə səfərbərliyə alınan müsəlmanlar yalnız Qafqaz cəbhəsində, yəni Qafqaz eləmi, Qərb cəbhəsində Almaniya və Avstriya qarşı döyüşlərə göndərilməsinə qərar verilmişdi. 1914-cü ilin avqustunda Çar 2-ci Nikolayın fərmanı ilə könüllərdən ibarət Qafqaz yerli süvari diviziyası, yəni vəhşi diviziya yaradıldı. Bu diviziya Azərbaycanın ibarət hərbi hissəsi Tatar süvari alayı adlanırdı. Tatar süvari alayı haqqında söhbət açaq. Yezavətpol quberniyası, Tiflis quberniyası və Borçalı qəzasının könüllərindən təşkil olunmuşdu. Təşkilində Yezavətpol quberniyasının bəylərindən olan Fərrux bəy Vəzirov mühüm rol oynamışdı. Digər hərbi hissələrdən fərqli olaraq at, yəhər, geyim, soyuq silah və ləvazimat döyüşləri öz hesabına təmin olunmalı idi. Maliyyələşdirməsində milli burjuaziya mühüm rol oynamışdı. Cəbhəyə gedərkən Azərbaycan dilində antlı öhdəlik qəbul etmiş və sadiq qalmışlar. Müharibə dövründə bir dəfə də olsun alayda firarçılıq olmamışdı. 1916-cı ilin mayında Rus ordularının Burislov hücumu zamanı fəal iştirak edərək düşmənin müdafiə xəttini yarmağa müvəffəq olmuşlar. Rusiyada oktyabr çevrilişindən bir qədər sonra buraxılmış, Azərbaycana qayıtmış və 1900 yanvarında fəaliyyətini dayandırmışdı. Diviziya döyüşləri müqəddəs Georgi xaç nişanı tərtib forması dəyişiklik edilmiş, nişanda xristianlığın müqəddəslərindən olan qeyri-gün təsviri əvəzinə dövlət görbini təsvir edilmişdi. Lakin az sonra diviziyanın hərbçiləri Quşqunduza etiraz edərək nişan üzərinə igid oğlan təsvirini qoyulmasını istəmişdilər.
İndi birinci Dünya müharibəsi dövründə fərqli azərbaycanlılara baxaq. Əlağa Şıxlinski idi biri, general leytenant idi. Müharibə ərəfəsində artilleriya zabitləri məktəbində rəis idi. Döyüşə təklif etdiyi Şıxlinski üç bıçağı hətta bütün hərbi dərsliklərə daxil edilmişdi. Artilleriya elmindəki töhfələrinə görə Rusiya və Fransada ən yüksək hərbi tərtifə layiq görülmüşdü. Topçuluq sənətini inkişaf etdirmiş və Rus artilleriyasının Allaha adlandırılmışdı. Müharibə başında Rus çarı paytaxtda Petrograd artilleriya müdafiəsinə ona etibar etmişdi. Lakin 1917-də Rusiyada baş verən 2-ci Rus inqilabı, yəni fevral inqilabı sonra təşkilatsızlıq və döyüş yolu aşağı düşüşünü görərək Rus ordusuna xidmət çətinliyini dərk edib istefa vermiş və 1917-də dekabrda Müsəlman korpusunu yaratmışdı. İndi Səməd bəy Mehmandarov var, general və ordu komandanı idi. Müharibə başlayarkən artilleriya general leytenantı idi. Qərb cəbhəsində diviziyaya komandan olmuşdu. 1914-cü sentyabrında başçılıq etdiyi diviziya Poşada 3 gün heç bir yardım almadan Alman qvardiya korpusunun hücumunu dəf etmiş və həmçinin almanlara ağır zərbə endirmiş. Bununla da 2 Rus korpusu mühasirə düşməkdən xilas etmişdi. Bu qəhrəmanlığa görə Çay Farmanı ilə tam artilleriya general rütbəsi verilmişdi. 1915-ci döyüşlərdə şəxsi süzayəti ilə fərqləndiyinə görə brilyantla bəzədilmiş müqəddəs Georgi silahı da tərtib olunmuşdu. Yəni bu müqəddəs Georgi ordeni 8 nəfər tərtib olmuşdu. Mehmandarov bunun yeganə müsəlman general idi. Rusiyaya yanaşıb Fransa, Böyük Britaniya və Rumiyanın ən yüksək hərbi mükafatlarına layiq görmüşdü. Rusiyada baş verən 1917-ci il inqilabından sonra istefa vermişdi. Şeyxan Naxçıvanski Suvari qoşunların generalı idi. Suvari qoşunların generalı və Rusiya İmperator ordusunda tarixən çarın müsəlman olan yeganə yavəri, yəni general adyutantı, yəni yavari idi bir sözlə belə deyək. Müharibənin ilk günlərində Qərb cəbhəsində Qvardiya Suvari korpusuna komandanlıq etmişdi. 1915-ci ildə Suvari korpusu Vista çayı sahilində döyüşdə Alman qoşunlarını məğlub etmişdi. Rus imperatorunun yavəri təyin olunduqdan sonra isə imperatorun özünə sadiq qüvvələrə ibarət yaratdığı Qvardiya Suvari korpusuna komandan təyin edilmişdi. 1916-cı ildə Qərb və Cənubi-Qərb cəbhələrində gedən döyüşdə fərqlənmiş və döyüşlərin birində hətta yaralanmışdı. Daha sonra Suvari Qvardiya korpusunun komandiri imperator yavəri Şeyxan Naxçıvanski 2-ci Nikolayn taxtdan endirilməsi xəbər alındıqdan sonra Rus ordusunun Ali Baş Komandanı qərargah rəisi olan Alekseyevə göndərdiyi teleqramda imperatoru qorumağa hazır olduğunu bildirmişdi. 2-ci Nikolayın devrilməsindən sonra bu cür təklif edən 3 generaldan biri Naxçıvanski müvəqqəti hökumədə sədaqət andı içməmişdi. Daha sonra Fərux Ağa Qaybov var. İlk Azərbaycan hərbi təyyarəçisi idi. Qərb cəbhəsində vuruşan aviasiya hissələrinə xidmət etmişdi. Alman qoşunlarının mühüm strateji məntəqələri bombardman etmək məqsədi ilə 1916-da həyata keçirilən əməliyyat zamanı qeyri-bərabər döyüşdə düşmənin 4 təyyarəsindən 3-ünü məhv etmiş, sonra da özü həlak olmuşdu. Bu qəhrəmanlığa görə ölümündən sonra müqəddəs Georgi ordinləri tərtib edilmişdi. İbrahim Ağa Vəkilov var idi. Qafqazda general mayor rütbəsinə layiq görən ilk Azərbaycanlı hərbi topoqraf idi. Müharibə illərində döyüşən ordu qərargahlarına xidmət etmiş və burada döyüş xəritəsinin hazırlanması kimi mühüm məsuliyyətli işləri həyata keçirmişdi. Mirzə Kazım və Mir Osman bəy Talışxanov var idi. Müharibə illərində Rus alaylarına komandanlıq etmişdi. İndi müharibə Şimali Azərbaycan əksələrinin təsiri necə idi? Müharibə Rusiyanın digər arxa cəbhə rayonuna fərqli olaraq Şimali Azərbaycan əksələrində daha ağır təsir göstərmişdi. Nəqliyyat yolları ilə əsasən hərbi yüklər daşınırdı, ənəvi ticarət yolu bağlanmış, ölkəyə xam mal gətirməsi təminatçı dayanmışdı. İqtisadiyyatın əksər sahələri kimi sənaye müəssisələri dövlət institutlarına alınmış və cəbhə ehtiyaclarını qarşılamaq üçün düzəlmişdi. Bir sıra sahələrdə işçi qüvvəsi çatışmırdı, bu amillər iqtisadiyyatı böhran vəzinə gətirmişdi. İndi müharibə dövründə Şimali Azərbaycan sənayesinə baxaq. Neft sənayesi durğunluğu böhranla əvəz olunmuşdu. Buna baxmayaraq müharibə dövründə Rusiyadan çıxarılan neftin çoxu Bakının payına düşürdü. Gədəbəy zavodu dövlətin hərbi istifadəçini yeni yetirməsinə cəlb olunduğu üçün zavodun qeyri-müsəlman hissələri hərbi xidmətə möhlət verilmişdi. Bu zaman hökumətin meteorologiya sahəsində təmizlənmə siyasəti uğurlu olmadı və istehsal tədbirləri zəiflədi. Hökumətə bağladığı müqavilə ilə Hacı Zeynalabdin Tağıyev ona məxsus olan tozlu fabrika zərfət üçün işləyirdi. Dünya müharibəsinə başladıqdan sonra isə Almaniyaya qarşı vuruşan Rusiyanın paytaxtı Petrograd, yəni Peterburq adlandı. Almanlar Burq, yəni Slavyanlarsa Qrad şəhərin mənası, yəni Alman dilində və Rus dilində belə adlanırdı. Müharibədə Şimali Azərbaycan kənd təsərrüfatının təsirinə baxaq. Əsaslı heyvanların, xüsusi atların hərbi işlər üçün müsadirə olması nəticəsində Azərbaycan kənd təsərrüfatı yarıdan çoxu iş heyvanları məhrum olmuşdu. Əkin sahələri, xüsusilə dənli və texniki bitkilər əkini xeyli azalmışdı. Daxil məhsulunun istehsalı təqribən 2 dəfə aşağı düşmüşdü. Nəticədə zəruri ərzaq malları məhsulları qiyməti xeyli bahalaşmış və onların çatışmazlığı yaranmışdı. 1915-ci il 15 iyun Çar Farmanı ilə arxa cəbhədə yardımçı işlərə çalışmaq üçün Azərbaycan kəndlərindən 50 mindən çox gənc kişi heyətinin, yəni Azərbaycandan kişi heyətinin 30%-ni təşkil edirdi. Səfərbərliyə alınmışdı və Çarın bu fərmanı nəticəsində kənd təsərrüfatı işçi qüvvəsi kəskin azalmışdı. Müharibə zamanı Şimali Azərbaycan şəhərlərində əhalinin güzəranının təsiri necə idi? Müharibə əvvəllər Şimali Azərbaycan birbaşa hərbi əməliyyat meydanı çevrilsə də onun sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərdi.
Nəqliyyat problemi səbəbindən Şimali Azərbaycan Rusiya ərzaq istehsal edən Bakı rayonları əqalənin çəkilməsi və ölkəyə ərzağın gətirilməsini çətinləşdirirdi. Bu isə Bakıda zəruri ərzaq mallarının qiymətinin artmasına səbəb olurdu. Bakıya iri qoşun silahı yerləşdirilməsi və cəbhə bölgəsinin çoxlu qaçqın gəlməsi ilə şəhər əhalisi sayı xeyli artmış və ərzaq böhranı dərinləşmişdi. Beləliklə, müharibə dövründə Şimali Azərbaycan müstəmləkədə daşıyan iqtisadiyyat tənəzzül etmiş və böhranla üzləşmişdi. Bu da sosial iqtisadi ziddləri kəskinləşdirir və mövcud quruculuğa qarşı etirazları daha da gücləndirdi. Və 1916-cı ilin əvvəllərində Bakıda ilk dəfə qadınlar qiyamı baş verdi. Qiyamın səbəbi möhtəşələrin ərzaq məhsullarını sürü şəkildə bahalaşdırması idi. Üsyan zamanı qadınlar bir sıra bazar və dükanları, ərzaq ambarlarını, dəyirmanları ələ keçirib talan etdilər. Şəhərə böyük maddi zərər dəydi və ziyan oldu. Sonda Bakıya gətirilən əlavə qoşun hissələri qadınları bu çıxışını qəddarlıqla yatırdı. Qadın qiyamı bənzər bu cür çıxışlar digər şəhərlərdə də baş vermişdi. Bu biz oxşar olaraq deyəcəyik ki, 1898-ci Təbrizdə Zeynəb başı üsyanı və 1916 Bakıda qadınların qiyamı oxşar xüsusiyyətə malikdir. Möhtəşilik əleyhinə baş vermiş və əsas iştirakçıları qadınlardan ibarət olmuşdu. Cənubi Azərbaycan Prezident müharibəsində baxaq. Müharibə ərəfəsində Qacar dövlətinin vəziyyəti xırda burjuaziya, kəndli və fəhlə yaşayış şərait pisləşmişdi. Ölkənin siyasi həyatında böhranlı vəziyyət yaranmışdı. Ərazidə İl dövlətlər bir-birləri müharibə aparırdılar və 1912-ci ildə Təbrizdə Alman kapitalistinə məxsus xalça şirkəti açılmışdı. Şirkətin yaratdığı fabrik müasir halda tərtib olunmuşdu. Burada istehsal edilən xalça Avropa dövlətlərinə, ən çox da ABŞ-a ixrac olunurdu. Müharibənin əvvəllərində Qacar dövləti özünü bir tərəf elan etsə də, ərazisində hərbi əməliyyatlar artmaqdaydı və ardıcıl olaraq Osmanlı, Rusiya və İngiltərə bura daxil olmuşdu. 1914-cü sonlarında Osmanlı qoşunları Mosuldan Mosulda başlayaraq Urmiya, Xoy, Solbulaq istiqamətində hərəkətlər Cənubi Azərbaycanın çox səsini tutdu və Cənubi Azərbaycan ərazisində olan Rus qoşunları burada möhkəmlənməyə çalışan Osmanlı arasında toqquşmalar baş verdi və bu İranın şimali-qərbində yeni cəbhə açılması demək idi. 1914-cü dekabr 15-ci yanvarında baş verən Sarıqamış döyüş nəticəsində Osmanlı ordusu məğlub olaraq 1915-ci yanvarında Cənubi Azərbaycanı tərk etdi. Qacarlar dövləti o cümlədən Cənubi Azərbaycan Qafqaza möhkəmlənmək istəyən Alman Türk blokunun planını pozdu bu məğlubiyyət. Rus qoşunları bütün Cənubi Azərbaycanı işğal etdilər. Döyüşdən az sonra Ruslar Təbrizi tutdu. Azlıq nəticəsində yerli əhalisinin 15% həlak oldu. Bu zaman İran Demokratik Partiyasının Təbriz təşkilatı xalqın mübarizəsinə çağırmağa başladı və başçılıq etməyə başladı onlara. Rusiyada 1917-ci il fevral inqilabından sonra isə Rus qoşunları Qacar dövlətinin ərazisini, o cümlədən Cənubi Azərbaycanı tərk etdi. Bu zaman erməni və Assurilər, yəni Aysurlar Cənubi Azərbaycana soyqırım törətdilər. Onlar Cənubi Azərbaycanda misilsiz əhaliyə qarşı soyqırım törətməsi şərait yaratdı. İngilis və Ruslar silah yardımı və mərkəzi hökumətin gücsüzlüyü bu soyqırıma səbəb olan, yəni şərait yaradan əsas amillərdən idi. Belə soyqırımın ən dəhşətlisi 1918-ci ilin martında Urmiya şəhərində baş verdi və tarixə Urmu faciəsi kimi düşdü. İndi Birinci Dünya müharibəsi dövründə Şimali və Cənubi Azərbaycan tarixinə aid oxşarlıqlara baxaq. Müxtəlif tələbləri irəli sürülmüşdü. Əhalinin yaşayış səviyyəsi pisləşmiş və ermənilər tərəfindən soyqırım törədilmişdi. Osmanlı və İngiltərə əraziyə qoşun göndərmişdi. Səməd bəy Məhəmməddarov Əlağa Şıxlinski ilə ortaq xüsusiyyətlərə baxaq. Çar Rusiyasının tanınmış hərbçilərindən olmuşlar. Birinci Dünya müharibəsində iştirak etmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunun qurucularından olmuş və Rusiya və Fransaya ən yüksək hərbi mükafata tərtib olunmuşlar. Dərsimiz bu qədərdir. Birinci Dünya müharibəsində həm Cənubi, həm də Şimali Azərbaycanın ərazisində baş verən proseslər qələmə alınıb burada və ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.